İnkişaf etmiş ölkəsən, amma səhiyyədə uzun gözləmə növbələrin var. Bu nə paradoksdur axı? Gəlin izah edim. Böyük Britaniyada National Health Service, yəni Milli Səhiyyə Xidməti üzrə aparılan sorğularda ən çox narazıçılıq məhz gözləmə vaxtına görədir. Kanadada isə səhiyyə seçkilərdə ən önəmli siyasi mövzulardan biridir. Skandinaviyada insanlar keyfiyyətdən razıdır, amma bu gözləmə vaxtından yox. Burada bizdəkindən fərqli olan məqam budur ki, insanlar sistemi ədalətsiz yox, yavaş hesab eləyirlər. Yəni deyirlər ki, onsuz da hamı eyni cür gözləyir. Bu psixoloji baxımdan daha qəbul ediləndir. Bəs yaxşı, inkişaf etmiş ölkələrdə sistem bunu niyə düzəltmir? Çünki uzun növbələr sistemin səhvi yox, bəzən məqsədidir. Bu biraz qəribə səslənə bilər, amma tələsməyin, izah edirəm. Səhiyyədə sərhədsiz tələb problemi var. Yəni səhiyyədə tələb sonsuzdur. Əgər xidmət pulsuzdursa, həkimə getmək də asandısa və bunun qarşısını alan heç bir filtr də yoxdursa, hamı hər şey üçün həkimə gedə bilər. Bu iqtisadiyyatda moral hazard adlanır. Yəni resurs sonsuz görüldüyü üçün israf olunur. Bu isə sistemi çökdürür. Yəni uzun növbələr əslində filtr rolunu oynayır. Həqiqətən ehtiyacı olan növbədə qalır. Xərclər isə necə deyərlər, partlamır. Uzun növbələr üçün digər səbəb də var. Bu Avropada, xüsusilə İngiltərədə həkim və personal çatışmazlığıdır. İnkişaf etmiş ölkələrdə yaşlanan əhali, xroniki xəstəliklər və digər səbəblərdən tələb sürətlə artır. Təklif isə yavaş artır. Buna görə də bu 1-2 il ərzində düzəldiləcək problem deyil. Siyasi reallıqlar da var əlbəttə ki. Uzun növbəni azaltmaq üçün ya vergini artırmalısan, ya da səhiyyə büdcəsini kəskin yüksəltməlisən, ya da özəl sektoru genişləndirməlisən. Bunların hamısı isə siyasi risk hesab olunur. Ona görə də siyasətçilər çox vaxt yavaş, amma hamı üçün modelini saxlayırlar. Səhiyyədə uzun gözləmə növbələri qismən də olsa həll oluna bilir. Birinci, güclü ilkin səhiyyə sistemi vasitəsilə birbaşa mütəxəssisə getmək yox, əvvəl ailə həkiminə getmək lazımdır. Beləliklə bu lazımsız müraciətləri azaldır və xəstəxanaları boşaldır. Bu metodu xüsusilə İngiltərə və Hollandiya çox yaxşı tətbiq edir. İkinci, xəstəliklərin prioritetləşdirilməsi lazımdır. Yəni bütün xəstəliklər eyni dərəcədə vacib ola bilməz. Riskə görə təcilli, yarı təcilli, planlı olaraq bölünməlidir. Skandinaviya ölkələri bu metodu çox ciddi tətbiq edir. Digər metod public-private partnership, yəni dövlət-özəl tərəfdaşlığıdır. Tam özəlləşmə yox, amma dövlət xəstəni özəl sektora yönləndirir və təbii ki, xərci dövlət ödəyir. Nəticədə növbələr qısalır. Əsas nəticə budur ki, uzun gözləmə növbəsi sadəcə idarəetmə problemi deyil. Səhiyyə iqtisadiyyatının balans mexanizmidir. Yəni sual növbə olsun, olmasın kimi yox, kim nə üçün nə qədər gözləməlidir şəklində olmalıdır. Bəs sizcə Azərbaycan insanını ailə həkiminə getmədən ixtisaslı həkimə gedə bilməzsən? Qaydasını öyrəşdirmək mümkündürmü? Yoxsa bizdə hər kəs mən birbaşa professorun yanına getmək istəyirəm deyib qaydaları pozacaq? Rəylərdə görüşək.